Hər hansı olsun dəyərli izləyicilərimiz, dekabrın 8-idir və beynəlxalq maliyyə birjasında nələri baş verəcəyini bildiyiniz kimi keçən həftənin 5-ci günü, cümə günü dediyimiz qızıl sürətlə yuxarı doğru istiqamətlə davam etdirməsi haqqında məlumat vermişdi və bu öz əksini tapdı və səhər saatlarında alış əməliyyatına eyni zamanda Siqnal kanalında cümə günü qiymətin 4250, 4260 hətta ondan yuxarı istiqametləməsi haqqında danışmışıq. Təbii ki 4260-a qədər gündəlik missiyanın tamamlanması ilə və tamamlandı. Bunu bizim tələbələrimiz çox gözəl bilir və qiymət mükəmməl bir mükəmməl bir nəticə verdi. Eyni zamanda gecə saatlarında 60 dollarlıq yenidən bir eniş oldu. Bugün nələri baş verəcək? Eyni zamanda şənbə bazarda Bitcoin ilə biz alış-satışları həyata keçirdik və mükəmməl bir nəticə ilə bazardan çıxdıq. Bugün nələr baş verəcək? Yəni qızıl yenidən bugün qalxacaqmı yoxsa qalxmayacaqmı sonu gəldi isə yəni aşağı gəlib hansı nöqtələrdən satış olacaq? Yəni gündəlik missiya 59 pipsdir. 59 dollarda çox üzrəm. Yəni səhər saatlarında biz dünən axşam qızılın səhər saatlarında 4216-21-lərə qədər qalxması haqqında məlumat vermişdik. 12-lərə qədər qalxdı və səhər alış əməliyyatlarımız 12-lərdə Dayportdan bağlandı. Nəticələndi. Bugün nələr olacaq? Yəni qiymət alış əməliyyatları üçün 4214-lərdən 4224-lər, 29-lar, 4230-lara qədər yüksəlməsi gözlənilir. Amma satış əməliyyatları üçün isə biz 4203-ləri gözləməliyik. Bu 4200-lərə qədər yəni enə bilər. Yəni əsasən də böyük ehtimalla 4199 deyək ki dönüş nöqtəsi kimi nəzərə çatdıra bilərik. Yəni əsasən satış əməliyyatları isə 4190-lardan gələcək. Yenidən davamiyyət olaraq ciddi drop down 4190-lardan gələcək. Keçək biz Bitcoin-ə. Bitcoin şənbə bazar biz əməliyyatları nəzərə çatdırırıq. Səhər saatlarında biz paylaşdıq 88.500-lərdə satış və təbii ki satışlar gəldi. Qısa zaman ərzində 88.000-lərdə take profit qoymuşdu. Bunu uğurla nəticələndi. Amma 90-larda alış 91-lərə kimi bu da qısa bir müddətdə öz əksini tapdı. Bugün 91-600-lərdən alış, 90-700-lərdən isə satışlar. Təbii ki bu bizim fikrimizdir, qərar sizin özünüzdür. Keçək biz Euro dollar rəqabətinə. Gündəlik hərəkət missiyası hansı istiqamətdə hərəkət edəcək? 1.16-650-lərdən yuxarı alışlar, 1.16-400-lərdən isə satışlardır. Funtun dollar rəqabətinə gəldidə isə funtun dollar rəqabət 1.15-550-lərdən alış, 1.33-200-lərdən isə satışlar olacaq. Nasdaq S&P Dow Jones Taxa gəldidə isə, yəni bunlar bildiyiniz kimi, yəni biz cümə günü günün ikinci yarısına korreksiyalar nəzər çatdıq, korreksiyalar oldu və yenidən yuxarı doğru istiqamətə davam edəcək. Bu həftədə yenidən yeni bir maksimumlara imza atacaqlar. Sağ olun, inşallah görüşmək ümidi, həftəniz xeyirli, bərəkətli olsun inşallah.